Salam, özünüz zəhmət olmasa təqdim edin. Sevinç Əliyeva. Sevinç xanım, siz nə işlə məşğulsunuz? Ebru sənəti ilə məşğulam, suyun üzərində çəkilən rəsmdir. Aha. Neçə ildir bu sənəti öyrənmisiniz? Neçə ildir bu işlə məşğulsunuz? 10 ilə yaxındır. Bu sənətlə məşğulam. Professional səviyyədə öyrənməyə çalışmışam. Nəyin üzərində işləyirsiniz? Zəhmət olmasa açıqlam. Bizə Suyun geniş. üzərində dəniz yosun ilə hazırlanmış sudur, qatılaşdırılmış. Onun üzərində torpaq boyalardır, tərkibində danan ödü var, suyun üzərində açılması üçün. Siz hardan öyrənmisiniz bu işləri? Əslində internetdən izləmişəm, daha sonra boyaları Türkiyədən sifariş verib öz başına öyrənməyə Həvəskar şəkildə öyrənmisiniz. Həvəskar şəkildə əvvəl. İl yarım onu öyrənməyə çalışıb, daha sonra usta yanına müraciət edib getmişəm. Türkiyədə, Usta yanında nə qədər məşğul olmuşsunuz? Əslində onlayn olaraq mənə çox dəstək olub. Günə bu günə qədər də dəstək olur. Amma belə bir həftə ərzində səhər saat 9-dan akşam saat 9-a qədər yanında olaraq bütün sirləri öyrənməyə çalışmışam. İndi əl işləriniz var da sizin. Var əldə. Onların satış yeri, alış yeri haradır? Yəni necə əldə etmək olur? Hal-hazırda içəri şəhərdə Buxara, Kərvansarayda Qızqalasının yaxınlığında yerləşir. Ayın 17-sindən açılır və orada hər gün həm masterclass keçirilir, həm də işlərin satışı. Qıraqlarında neftli battal deyilir. Bax, bu da neftli battaldır. Tərkibində neft Qiymətlər neçədir? 400 manata var, 200 manatdan başlayaraq 1000 manata qədər dəyişir. Onu əllə İlk işləyirsiniz. xaricində Ebru sənətində kənarında bayraqlar, battallardır. Sonra o minyatür Ebru'nun üzərindədir. Sonra vitraj güzgülər, bunlar vitrajlı sulu hazırlanır. Güzgülər gözümüz düşürür. Sonra bu kaplan gözü deyilir, aslan gözü. Ebru sənətində xüsusi texnika ilə hazırlanır. Sonra bu tərkibində yenə bir maddə qataraq bu cür həyat ağacı kimi, yəni bir ömür kimi bir də belə dalğalanıb o həyatda enişli yoxuşlu həyat tərzində belə deyim. Sonra güzgülərimiz. Bu güzgülər də siz özünüz işləyirsiniz. Bunu tələbəm işləyib. Onu özüm işləmişəm. Sonra orada var mandala üstünü. Bunlar neçədir bu portret Bu miniatürdür. Əslində hələ ki onu satmırıq, sərgiyə aparacaq çünki. Onun içərisində miniatürdür, Sadıq Sadıq işləyib. Kənarında da Ebru'dur. Bunu Rəşad bəy rəssam işləyib. Eskizsiz, karandaşsız həmən qələmi əlinə alaraq işləyir. O da Ebru'nun üzərindədir. Sonra o miniatürləri istəyirəm təklif yaxından. Azərbaycanda bir tək Mehriban xanımın miniatürləri işləyə bilir, detallı ilə. Ən yəni mükəmməl. O ipək üzərində, ipək kağız üzərində işləmişdir. İpək parça üzərində. Xanım nə işlə məşğuldur? Salam. Xanım özü keçir sənəti. Biz, keçə, qurama, ipək, batika. Bunlar sizlərin əl işinizdir. Bu bizim xalçamızdır. Bu xalça iynə ilə işlənən. Nə ilə? İynə ilə. Suda. İynə ilə belə figurlar işləyirik. O suyudur. Çantadır, budur, paltodur. Bunlar hamısı su ilə işlənir. Baxın belə bir palto. Nə gözəldir. Məsələn, belə bir palto neçədir? 800 manat arası. Bu Təmiz pambıqdır, Avstriya yundur. yundu. Xalis yundu. Bu da yundu. Nə maraqlı. Məsələn, o birisi özünün elə bir ki, var. Şey var. Ebru yaylıqlarımız. Mən sizə yaylıqlar deyirəm. Yaylıqlarda xanım işləyir. Keçi sənətini yox. Ebru yaylıqlarını mən işləyirəm. Siz işləyirsiniz. Amma üzərində xanım keçə ilə belə hazırlayır. Bəzəklər vurur. Bəzəklər. Bunlar da sizin əl işləriniz. Onlar da mənimdir, vitraj üsulları. Nə gözəl. Sonra stəkanlar. Stəkan Bu da yaxşı cevizli stəkanlardır da. Hə, almağa stəkan. Üzəri nə cızılmır, çünki ən professional boyalarla ən yüksək səviyyədə işlənilir. Onlar batika üsulları. Və ünvanı da deyin Sevinç xanım, necə gəlib tapsınlar sizi? Qızqalasının yanında yaxınlaşan Buxara Kərvansarayı. Əlaqə nömrəsi də deyə bilərsiniz. 050 347 48 78. Təşəkkür edirəm, işiniz avan da olsun. Teşekkürler, çok sağ olun.